Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərti belədir. İntegral pi bölü 3-dən pi bölü 2-yə 1 çıxılsın sinus 2x çıxılsın kosinus 2x bölünsün sinus x çıxılsın kosinus x dx ifadəsinin qiymətini hesablayın. Əvvəlcə biz verilmiş ifadəni birbaşa iptidai funksiyasını tapa bilmədiyimizə görə bu ifadəni sadələşdiririk. Deməli olur integral pi bölü 3-dən pi bölü 2-yə 1 çıxılsın sinus 2x'in açılışı 2 sinus x vurulsun kosinus x çıxılsın. Kosinus 2x'in bir neçə düsturu var. O düsturlardan biri də 1 çıxılsın 2 sinus kvadratı x'dir. Biz ondan istifadə edirik ki, buradakı müsbət 1 ilə burada yaranan mənfi bir islah etsin. 1 çıxılsın 2 sinus kvadratı x. Məxrəcdə sinus x çıxılsın kosinus x dx bərabərdir. İntegral pi bölü 3'dən pi bölü 2'ye 1 çıxılsın 2 sinus x kosinus x mənfi nəzərə alsaq çıxılsın 1 üstəgəlsin 2 sinus kvadratı x bölünsün sinus x çıxılsın kosinus x dx bərabərdir. Müsbət 1 ilə mənfi 1 islah etsək və sürətdən ortaq vuruğu çıxarsam mötərizə xaricinə, sürətdə qalıb 2 sinus kvadratı x çıxılsın 2 sinus x kosinus x. Buradan 2 sinus x-i mötərizə xaricinə çıxarsaq, qalıb sinus x çıxılsın kosinus x. Sinus x çıxılsın kosinus x. Bölək sinus x çıxılsın kosinus x dx. Və burada sinus x çıxılsın kosinus x-dən ixtisar getsə, qalıb 2 sinus x. 2 sinus x-in iptidai funksiyası mənfi 2 kosinus x olur. Yazılır mənfi 2 kosinus x sərhədlər pi bölü 3-dən pi bölü 2-yə. Pi bölü 3-dən pi bölü 2-yə. Mənfi 2-ni sabit vuruş kimi qarşıda saxlayırıq. Mənfi 2 vurulsun. Newton-Leibniz düsturunu tətbiq eləsək, x-in yerinə bir dəfə pi bölü 2, bir dəfə də pi bölü 3 qoyuruq və sonra qiymətləri bir-birindən çıxırıq. Əvvəlcə yuxarı sərhəddir, sonra aşağı sərhəddir. Olur kosinus pi bölü 2 çıxılsın kosinus pi bölü 3. Bərabərdir. Mənfi 2 vurulsun. Kosinus 90 dərəcədə 0 alır, 60 dərəcədə 2-də 1 alır. Bu da eləyir. Mənfi 2 vurulsun, mənfi 2-də 1, cavab eləyir müsbət 1.